Nə baş verir, nə kimi proseslər var? Putin Kurska gedib və hazırda baş verənlər budur. Müşavirəni keçirib. Gerçəkdən də bu müşavirə hal-hazırda dünyanın ən önəmli xəbərlərindən biri sayılır və Putinin vermiş olduğu təcili cəbhə bölgəsinə gedərək vermiş olduğu mesajlar da diqqəti cəlb etməkdədir. Putin bu geyimlə və bu mesajlarla nə demək istəyir dəyərli izləyici və Kurskda nə baş verir hal-hazırda? Putinin bu həmləsi nədən xəbər verir? Rusiya prezidenti Vladimir Putin Kursk vilayətinə səfər edib. Putin burada komanda məntəqələrindən birində müşavirə keçirib. O baş qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib diqqətlə. Gerasimov Sucanın azad edilməsi üçün Patok əməliyyatı barədə məlumat verib. Putin isə təbii bu məsələdə öz sözlərini deyib. Rusiya Tu-22M3'ləri də artıq havaya qaldırıb. 2 Tu-22M3 uzaq mənzilli bombardmançı təyyarəsi Baltik dənizinin neytral suları üzərində planlı bir uçuş həyata keçirib. Bu barədə isə Rusiya Müdafiə Nazirliyi məlumat verib və bildirilib ki, demək 4 saat davam edən uçuş boyu Tu-22M3'ləri, Su-30SM və Su-27 təyyarələri müəyyən mərhələlərdə isə xarici qırıcılar müşayiət edir. Əslində Kurskdakı baş verənlər Ukrayna tərəfindən də bir mənalı qarşılanmır və Ukrayna fərqindədir ki, nələr olacaq. Amma Putin tapşırıq verib ki, ən qısa müddətdə darmadağın edin. Rusiya prezidenti Vladimir Putin ordunun qarşısına Ukrayna silahlı qüvvələrinin qısa müddətdə Kursk vilayətində tamamilə məğlub edilməsi vəzifəsini qoyub dəyərli izləyicilər. Axarat xəbər verir ki, Putin Kurskda keçirdiyi hərbi müşavirədə bu barədə bildirib. Deyib ki, həqiqətən də yaxın gələcəkdə bizim vəzifəmiz Kursk vilayətinin ərazisinə soxulmuş və burada hərbi əməliyyatlar aparan düşməni ən qısa müddətdə tam şəkildə darmadağın etməkdir, deyib Putin. Qeyd edək ki, artıq Putinin Kursk vilayətinə səfəri bütün dünyada demək kifayət qədər ciddi şəkildə müzakirə olunur və